Dünən mafiya tarixindən qısa bir qissə paylaşdım. Söhbət 21-ci əsrin əvvəllərində baş verən proseslərə, o zamanların Gömrük Komitəsinin sədri, bir qədər sonra isə sıfırdan yaradılmış Fövqəladə Halların naziri Kəmaləddin Heydərovun bəzi reaksiyalarından və bu reaksiyalara qarşı rəsmi, yarım rəsmi, qeyri-rəsmi təpkilərdən gedirdi. Görünür, bəzi şəxslərə elə gəlib ki, mənim Kəmaləddin Heydərova qarşı xüsusi bir qərəzim falanım var. Heç bir xüsusi qərəzdən söhbət gedə bilməz. Belə bir qərəz xüsusi qərəzdə olmadığına görə nə sifarişli hücumlardan, nə də birinin üstünə beşini də qoyub danışmaqdan gedə bilər. Azərbaycanda baş verən və hakimiyyətdən, onun davranışlarından qaynaqlanan elə bir proses, elə bir hadisə yoxdur ki, onun şiddətini artırmaq mümkün olsun. Çünki bu mafiya hakimiyyətidir. Onun bütün davranışları aşırı şiddətləndirilmiş formalarda baş verir. Bizim bütün danışıqlarımız, təsvirlərimiz bu mafiyanın əməllərinin bir qədər də sönük təsviri ola bilər. Biz heç bir zaman o şiddəti eyni ilə çatdıra bilməyəcəyik. Sağlam məntiq bu prosesləri təsəvvür etməyə çətinlik çəkər. Bu babətdən bir qədər də geriyə sıçrayıb 15 il əvvəlin olaylarından bəzi epizodları yenə də xatırladacağam. Bir nəfər də yeri gəlmişkən irad tutmuşdu ki, bunlar köhnə söhbətlərdir, yeni hadisələrdən danışın. Yeni hadisələrdən danışırıq və zaten də gözünüzün və gözümüzün qarşısında baş verir bu hadisələr. Tarixi, yaxın tarixi də təkrar etmək lazımdır ki, bu pis varisliyin, murdar ənənələrin necə davam etdiyini xəyalınızda diri saxlaya bilərsiniz. 2011-ci ilin əvvəllərindən başlayan Ərəb Baharı kampaniyasını xatırlayırsınız yəqin ki, o zamanlar yaxın uzaq bütün diktatorların canına birə düşmüşdü və hər kəs sanki öz növbəsini gözləyirdi. Eyni zamanda əlbəttə çalışırdılar ki, bu dalğa onlardan yan keçsin, sonrası Allah kərimdir. Bütün diktatorlar həm bir qədər geri çəkilmək və elə geri çəkilmək istəyirdilər ki, kənardan bu o qədər də aşkar və ya qorxu səbəbi kimi görükməsin, həm də öz qara günləri üçün ehtiyat tədbirlərini möhkəmləndirməklə məşğuldular. Xüsusilə Hüsnü Mübarəkin müqaviməti, atlı, eşşəkli, dəvəli müqaviməti belə hansısa variantlar üçün yeni ideyalar doğururdu. Nəysə, keçək Azərbaycanın inzibati nomenklatura sürüsünün Ərəb Baharına qarşı hazırlıqlarına, planladıkları profilaktik tədbirlərə. Qorxu gerçəkdən də bütün sistemi sarsmışdı. Hüquq mühafizə orqanlarına çox ciddi və qəti olaraq tapşırılmışdı ki, vətəndaşlardan bir qəpik də olsun rüşvət almaq olmaz və bu proses dayandırılır. Hətta yol polisinin gözü qarşısında yol hərəkəti qaydalarını pozan sürücülərə də çox mehriban, gülərüzlə davranırdılar. Bir təhər yola verməkdəydilər. Tapşırıq və qəti əmr belə idi. Çünki insanları küçələrə tökə biləcək, məchul dalğanı küşrədə biləcək, etiraz alovlarını yandıra biləcək, o qığılcımın hardan, hansı anda qopacağını bilmək mümkün değildi. Həmin zamanların Azərbaycanına dönək birlikdə. O zamanların Kəmaləddin Heydərovunun yanında Nazim Məmmədov adlı bir müavin vardı. Yerli yataqlı general rütbəsi ilə birlikdə Heydərovun sərəncamındaydı. Bunlar qədim zamanlardan tanışıydılar. Bir zamanlar Sovet əyyamında Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Naxçıvanda müxtəlif vəzifələrdə cilvələnəndə bu Nazim Məmmədov Fəttahın sürücüsü olmuşdu. O zaman Kəmaləddin Heydərov Nazim Məmmədova xüsusi missiya təklif edir, daha doğrusu əmr edir. Yaxın və etibarlı şəxslərdən ibarət dəstə yaratmaq və onları silahlandırmaq. Bu dəstənin qərargahı üçün yer də müəyyən edilir. Maşlağa kəndi yaxınlığındakı bağ villalarının biri mərkəzi ştab olaraq seçilir. Yaxın, özək məlumdur. Kifayət qədər etibarlı adamlar. Dəstənin tərkibi ilk növbədə o adamların hesabına genişləndirilir ki, həmin adamları Kəmaləddin Heydərov işdən bu və ya başqa mülahizələrə görə çıxarıb və kənara atıb. Bəlli idi ki, o zamanlar Kəmaləddin Heydərovun işdən çıxardığı şəxsləri heç kim hər hansı dövlət orqanında və biznes strukturunda işə ala bilməz, hətta gündəlik xərclər üçün də yaxına buraxa bilməzdi.
Bu qəti qadağan idi və ciddi nəzarət edilirdi. Heydərov yalnız işdən çıxarmırdı. Adamlar ya acından səfalətin qoynunda və ya girdabında çabalamalı, ya da cəhənnəm olub ölkədən çıxmalıydılar. O, gerçəkdən belə bir qəddar adam idi və təqdim edilən çörək verən, hami, ziyalı təbəqənin kumiri obrazı, bütün bunlar hamısı saxta göstəricilərdir. Nazim Məmmədovun tabeliyində formalaşdırılan dəstəyə verilən təlimat nə idi? Əlbəttə, əgər ciddi xalq ayaqlanmaları olacaqsa, əvvəlcə uyğun strukturlar əhalinin sakitləşdirilməsi üçün hansısa tədbirlər görəcəklər, hansısa manevrlər olacaq. Amma bir halda ki, proses dinc məcradan çıxır və əhali də sakitləşmir, o zaman bu dəstə işə düşür və etiraz edən kütlənin gülləbaran edilməsi üçün zəruri hərəkətləri edir. Bu dəstənin tərkibi, deyə bilərsiniz, yalnız gömrük xidmətindən işdən qovulanların hesabına ola bilməz. Amma unutmayın, o zaman Kemaləddin Heydərov yalnız gömrük sədri və ya Fövqəladə Hallar naziri deyildi. O, Fövqəl nazir rangındaydı. Gilan Holding isə indiki Paşa Holding qədər əzəmətli və çox şaxəli idi. İndi Paşa Holdingin gördüyü bütün işlər, ölkəni çapıb talamaq funksiyaları o zaman Gilan Holdingin və Kemaləddin Heydərovun imtiyazı idi. Bunları xatırlayırsınız əlbəttə. Yaddaşınıza azacıq güc versəniz daha yaxşı xatırlayacaqsınız. Və Kemaləddin Heydərov faktiki olaraq güc nazirlikləri dışında bütün başqa nazirliklərə bir mənalı şəkildə hökm edə bilir. İstədiyini istədiyi yerdə işə götürür, istəmədiyini istənilən nazirlikdən rədd edə bilirdi. Yəni, belə şəxslərin sayı yüzlərlə idi. Əlbəttə, bu təklifdən imtina edənlər də vardı və indi mənim məlumatlarımı zənginləşdirənlər də elə həmin zamanlar bu təklifdən imtina edənlərdir hesab edə bilərsiniz. Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Fəlakəti Nazirliyi və bütün başqa bu cür qurumlar onun tabeliyində idi. O cümlədən icra başçılarının və deputatların böyük bir buketi onun tabeliyi altına, onun sərəncamına verilmişdi. Bu təklifə razı olmayan şəxslərə də qətiyyətlə şərt qoyulurdu. Razı deyilsən, cəhənnəm ol, amma əgər bu barədə bircə kəlmə belə səndən kənara söhbət çıxsa, o zaman özünü ölmüş bil və əmin ol ki, biz bu sözlərin səndən və ya bir başqasından kənara çıxacağını müəyyənləşdirmək üçün kifayət qədər ciddi vasitələrin sahibiyik. Amma əlbəttə, razı olsan, normal, ağlına gətirmədiyin vəzifələrə də yerləşdirilə bilərdin. Razı olmayanların ağzı yırtıqlığı isə onların özlərinin və ailə üzvlərinin həyatı bahasına başa gələ bilər. Yeri gəlmişkən, Nazim Məmmədovun özünün də ölümü çox müəmmalı oldu. Kemaləddin Heydərovun mülklərinin və biznesinin əhəmiyyətli hissəsi Nazim Məmmədovun özünün və ailə üzvlərinin adınaydı. Sonra bunların arasında bir balaca dadsızlıq yaranmışdı. Kemaləddin Heydərova aid olan mülklərin bəzilərini Nazim Məmmədovun bacıları, yeznələri qaytarmaq istəmədiklərinə görə mübahisəli durum yaranmışdı. Buna görə belə anlaşılmazlıqlar doğurdu. Söhbət ümumiyyətlə bütün mülklərdən, obyektlərdən getmir. Məsələn, bir nəfərin adına 50 obyekt vardı. Bu şəxs obyektlərin 45-ini qaytarıb, amma Nazim Məmmədov da deyirdi ki, neyniyə bilərəm, onlar məndən xəbərsiz ehtiyacları olduğuna görə bu obyektləri satıblar, xərcləyiblər və s. bu cür bəhanələr. Belə olduqda Kemaləddin Heydərov bloknotunu çıxarır. Nə vardı bu bloknotda? Kemaləddin Heydərov işə götürdüyü şəxslərin hamısının adının qarşısında bu adamı xahiş edən şəxsin adını yazırdı. Bu, onun pozulmaz şakəri idi. Nazimlə aralarında anlaşılmazlıq yaranan kimi bloknotu çıxarıb, Nazim Məmmədovun ona tapşırdığı düz 165 nəfəri bir gündə işdən qovur. Bu siyahıda isə əlbəttə kənar şəxslər deyildi. Onların hamısı Nazim Məmmədovun yaxın sayılan qohumları, dostları idi. Hətta məşuqəsinin uşaqlarına qədər hamısını qovdu. Yeri gəlmişkən, məlumatlı mənbələr bildirirlər ki, bir zamanlar Rıza İbadov da işlərdən kənarlaşdırılanda Kemaləddin Heydərov onun tapşırdığı 100 nəfərə qədər şəxsi sürətlə işdən kənarlaşdırmışdı. Nazim Məmmədov da bu aqibəti yaşadı. Heydərov onun hətta oğlunu da işdən qovdu. Sonra isə dediyim kimi Nazim Məmmədovun özü də müəmmalı şəkildə bu dünyadan getdi. Cəmi bir neçə il əvvəl.
ya da gedirildi. Burasını mən deyə bilmərəm, çünki əlimdə bunu təsdiq edəcək şahid ifadələri yoxdur. Bundan başqa dediklərimin hamısı isə sərt və birmənalı şahid ifadələrinə əsaslanır. O, məşhum 2011-ci il Ərəb Baharı günlərində Nazim Məmmədovun silahlı dəstəsinə qoşulmağa razılıq verənlərin, o dəstədə iştirak edənlərin də hamısı indi yüksək vəzifələrdə işləməkdədirlər. Mafiya öz sadiq üzvlərini yerbəyer edib Azərbaycan dövlətinin cəmdəyində.